Salam değerli izleyiciler. Bugün ben sizlere 9 Mart 2025 tarihinde keçirilmiş 11. sınıfların buraxılış imtahan suallarının izahını vereceğim. Keçək birinci suala. Birinci sualda deyilir ki, kəsişməsi boş çoxluq olmayan A və B çoxluqları üçün A çoxluğu ilə B çoxluğunun fərqi 6-ya, B çoxluğu ilə A çoxluğunun fərqi 4 olarsa, birləşmənin ən kiçik qiymətini tapın. Burada ilk önce buna fikir vermek lazımdır ki, kəsişməsi boş çoxluq olmayan deyirsə, demək kəsişmədə ən azı bir element olacaq. O zaman birləşmədəki elementləri daha rahat şəkildə görmək istəyiriksə, Euler-Venn diaqramından istifadə edə bilərik. A, B şəklində götürdük. Bildiyimiz kimi bu isə bizdə A çıxılsın B-ni göstərir. Buradakı element sayı bizdə 6 verilib. Bu isə bizdə B çıxılsınlarını göstərir. Bu da bizə element sayını 4 veribdir. Kəsişmədə də ən azı bir element olması lazımdır. Bu zaman birləşmədəki element sayı, əlbəttə ki, buradakı elementlərin cəmi qədər olacaqdır ki, bu da neçə eləyəcək? 11 edəcək. Deməli, burada düzgün cavab olmalıdır. 11. İkinci sual, vurğuları ayırmaya aid olan bir sualdır. Ortaq vurğu mörtəzi xaricdən çıxarılması burada misalın həllinə köməklik edir. Belə ki, hər ikisində ortaq olan vurğu 5'dir. 5'i çıxartdığımızda 5 minus A qalır. Demək, düzgün cavab elə olacaqdır. 5 vursun 5 minus A. Yəni, D variantı. Üçüncü sualımızda cədvəldəki ədədlərdən hansı irrasionaldır? Topluda da belə bir tipli sual var. Buradakı irrasional ədədlərin şərtinə görə kökdə 3 irrasionaldır. Bu kökdə 9'u biraz uşaqları çaşdırmaq üçün verdilər. Amma kökdə 9'dan 3 çıxdığı üçün bu bir rasionaldır. Bunu atırıq. Mənfi kökdə 2 irrasionaldır. 3 kökdə 5 irrasionaldır. Bir də irrasional olaraq gizlənən burada bir də pi var. Demişdik ki, harada pi varsa o irrasional ədəddir. İndi irrasional ədədlərin sayı oldu 4 dənə. Ümumi ədədlərin də sayı 10'dur. Əlbəttə ki, burada düzgün cavab neçə olacaqdır? 0,4 olacaqdır. Demək, düzgün cavab olmalıdır 0,4. Dördüncü sualımızda kvadrat köklərə aid olan bir sualdır. Eyni kökün radikal dərəcəsində bir kökün altında yazıb hansı şəklində tapmaq olurdu. Belə ki, 11 çıxılsın kökdə 21 və bir də 11 üstə gəlsin kökdə 21 şəklində yaza bilərik. Bunlar da bir kökün altında vurduğumuzda kök hatta 121 çıxılsın 21 deməkdir. Burada da kökdə 100 eləyir. 100'dən də cavab 10 çıxır. Demək, burada düzgün cavab olmalıdır. 10 A variantı. 5-ci sualda şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. Demək ki, burada hər hansı bir şəkər çuğunduru var. Deyək ki, neçə ton olur olsun, neçə kilolu olsun fərqi yoxdur. Onun 20% şəkərdir. Onda 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır deyirsə, elə 80'in 20%'ni tapmaq bəs edir. Yəni 80'i 20'yə vurub 100'ə bölmək lazımdır. Bu da bizdə 16 cavabını verir ki, düzgün cavab olacaqdır. 16, bu da veribdir B variantında. 6-cı sualda ədədi silsiləyə aiddir. Şərtdə deyək ki, Y-in hansı qiymətlərində bu ardıcıllıq ədədi silsilənin ardıcıl hədləridir. Ardıcıl hədlərin şərtinə görə ortadakı həddin qiyməti özündən sağda və solda eyni uzaqlıqda yerləşən hədlərin cəminin yarısıdır. Yəni ədəd ortasıdır. Və yaxud da ki 2 vurulsun modulda 3 minus y-in qiyməti y minus 2 ilə 6 minus y-in cəminə bərabərdir. Buradan y-lər islah gedər. Qalar 2 vurulsun modulda 3 minus y bərabərdir 4'ə. Modulda 3 minus y-in qiyməti 2'dir. Burada modul tənliyin qaydasına görə bir dəfə 3 minus y-i 2'yə bərabər götürsək, y-in birinci qiyməti 1 olar. Bir də 3 minus y-i mənfi 2'yə bərabər götürsək, y-in ikinci qiyməti burada 5 olar. Demək, y 2 dənə qiymət ala bilər. Biri 1'dir, biri də 5'dir. Bu da hansı variantda verilib? Əlbəttə ki, D variantında verilib. Növbəti sual oxşarlığa aid olan bir sualdır. İki kürədən birincinin deyir həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sayısı ikinci kürənin səthinin sayısından neçə dəfə böyükdür? Deyək ki, V1'in V2'yə nisbəti 27'yə bərabərdirsə, bu oxşarlığı şərtinə görə K kubuydu. Yəni burada da K'nın qiyməti neçə olur onda? 3 olur. Sahədə isə necə idi bəs? S1'in S2'yə nisbətindən danışırsa, bu da K'nın kvadratı idi. Yəni neçə olacaqdı onda? 9 olacaqdır. Demək, düzgün cavab olmalıdır burada 9. 8-ci sualımız ən böyük və ən kiçik tam həllərinin hasilini istəyir. Əlbəttə ki, buna daxil olan, bu aralığa daxil olan ən kiçik tam ədədimiz mənfi 5'dir. Ən böyük tam ədədi bizdə müsbət 5'dir. Bunların da hasili
mənfi 25 edəcək. Deməli, düzgün cavab olmalıdır. E variantı. Perpendikülər müstəvi deyirsə, biz perpendikülər çəksək bəs eləyir. Düz bucaqlı çəkək bu şəkildə. Düz bucaq çəkək daha doğrusu. Düz bucağın daxilində bir nöqtə götürək, hər hansı bir A nöqtəsi. Bu düz bucağın tərəfinə qədər məsafələri 2 ilə 4-dür. Tilə qədər məsafə deyəndə bu nəzərdə tutulur. Paralel köçürtmə eləsək burada 2-dir. Bu perpendikülər şəklinə görə buradakı x məsafəsini düz bucaqlı üç bucaqdan ala bilərik. X bərabərdir kök altda 4 üstə gəl 16. Kökdə 20 eləyər. Kökdə 20-ni də biz belə yaza bilərik. 2 kökdə 5 şəklində yazmaq olar. Demək, burada düzgün cavab olmalıdır. 2 kökdə 5. Növbəti sual 10-cu sualdır. 10-cu sualda belə deyir. Paralel köçürmə aid olan bir sualdır. Bizə deyir ki, A -3 2 nöqtəsi hansı nöqtəyə çevrilir? Əlbəttə ki, bu şərtlər daxilində. Onda A nöqtəsi -3 2-dirsə, paralel köçürtmədə deyək ki, bir B nöqtəsinə keçəcək. B nöqtəsinin koordinatı necə tapılacaq? -3-ün qiyməti bura keçərkən başına nə gələcəkdir? Üzərinə 4 gələcəkdir. Plus 4 ilə keçəcək. Onda olacaq 1. 2 nöqtəsi bu nöqtəyə keçərkən, B-nin ikinci koordinatı olarkən, başına bu proses gəlir ki, üzərinə 1 gəlib. Yəni 2-nin üstünə 1 gəldik, neçə oldu? 3. Demək, düzgün cavab olmalıdır. 1, 3. Bu da verilibdir E variantında. Diagonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını istəyir. Bildiyimiz kimi çoxbucaqlının bir təpədən n çıxılsın 3 sayda diagonal çıxırdı. Bütün diagonal sayı isə n vurulsun n çıxılsın 3 bölünsün 2 düsturundan tapılırdı. Bu da deyir 9-a bərabərdir. Buradan da anlayır ki, n vur n-3-ün qiyməti 18-dir. Vurub açıb kvadratəni kimdə yazmaq olar və yaxud da ki, sadə bir şəkildə belə də deyək. 3 vahid məsafədə yerləşən 2 natural ədədin hasılı 18-dirsə, demək ki, həmin natural ədəd 6-dır. Əlbəttə ki, 6-nı biz 3-ə vurduğumuzda 18 cavabını alarıq. Demək, düzgün cavab burada neçə olacaqdır? 6 olacaqdır. 12-ci sualımızda loqaritmə aiddir. Loqaritma 2 əsas olduğu kimi saxlamaq şərti ilə kəsirin sürətini kvadratlar fərqinə görə yazanda 24 vurulsun. Bir dəfə də çıxarıq. Neçə eləcəkdir? 4. Aşağıda da 24 var. Bu 24-lər ixtisar gedir. Qalır loqaritma 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4-ə belə yazmaq olar. Loqaritma 2 əsasdan 2-nin kvadratı kimi. Bu da ki, bizdə elə 2-yə bərabərdir. Düzgün cavab olacaqdır. C variantı. 13-cü sualda trigonometrik tənliklərə aid olan bir sualdır. Trigonometrik tənlikdə sinus x-in ala biləcəyi qiymətlər -1, müsbət bir parçası olduğu üçün, yəni sinus x-in qiyməti 2 bərabərdir, 1 böyük bərabərdir, -1 olduğu üçün, bunun bərabər olduğu ifadəni də biz 1 və -1 şərtini götürə bilərik. Hər tərəfi 2-yə vursaq, A-1-in qiyməti 2 bərabərdir 2-dən, böyük bərabərdir -2. Sonra hər tərəfə 1 əlavə etsək, A kiçikdir bərabərdir 3, böyük bərabərdir -1. Demək, düzgün cavab -1, 3 olacaqdır. Düzgün cavab verilib D variantında. 14-cü sualda belədir. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Təsəvvür edək ki, biri x-dir, digəri onda 0,8x-dir. Gördüyümüz kimi eyni növdə deyirlər, müxtəlifdirlər. Çünki biri ilə digər arasında fərq yarandı. Bu zaman onların cəmi 180 dərəcə olmalıdır. Onda 1,8x-in qiyməti 180-dırsa, demək x-in qiyməti 100-dür. Bir x 100-dürsə, demək digəri 80 dərəcədir. Bizə böyüyü soruşur. Böyük bucağın dərəcə ölçüsü 100 dərəcə olacaq. Kompleks ədədlərdən sual düşüb. Z1 kompleks ədədini biz belə yaza bilərik. I üstü 5-in qiyməti I üstü 4 vurulsun I deməkdir. Bu da ki ilə I deməkdir. Yəni onda 9 çıxılsın x I şəklində yazmaq olar. I üstündə 35-i isə I üstü 35-i biz belə yaza bilərik. I üstü 4-ün qüvvətində 8 vur I-nin kubu kimi yazarıq. Bu da ki mənfi deməkdir. Onda Z2-nin qiyməti Y çıxılsın 6I şəklində olur. Bizə sualda deyir ki, bu kompleks ədədlər qoşma kompleks ədədlərdir. Bildiyiniz kimi qoşma kompleks ədədlərdə həqiqi hissələr bərabərdir, xəyali hissələr isə bir-birinin əksidir. Onda y-in qiyməti həqiqi hissə olaraq 9-a bərabərdir, xəyali hissə olaraq isə x-in qiyməti, mənfi x-in qiyməti 6-ya bərabərdir. Yəni x neçədir onda? Mənfi 6-dır. Yəni x-in qiyməti mənfi 6-ya bərabərdir. Bu zaman bunların da cəmini istəyir. 9 üstə gəlsin mənfi 6 bizdə nə verər? 3 verər. Demək, düzgün cavab olacaqdır. 3. 16-cı sualımız belədir. İfadəsində sadələşdirin trigonometrik şərtdir. Burada diqqətlə baxsaq 4 sinüs kvadratı alfa ilə 4 kosinüs kvadratı alfadan 4'ü çıxarsaq kənara,
Sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa qalar. Çıxılsın. Kosinüs kvadrat alfanı saxlayarıq olduğu kimi. Burada da tangens kvadrat alfa üstə gəlsin 1'in yerinə də çevirmə üstünə görə 1 bölünsün kosinüs kvadratı alfa yazmaq olar. Yerləşmədi. 1 bölünsün kosinüs kvadratı alfanı yazmaq olar. Burada kosinüs kvadrat alfalar bu şəkildə ixtisar gedir. Burada bizdə eynilik qaydasına görə 1'dir. 4 vurulsun 1 çıxılsın 1. Bu da edəcək bizdə 3. Demək düzgün cavab olmalıdır 3. Üstü tənliklərdən bir sual düşüb. 3 vurulsun 5 üstü x. Üstə gəlsin 5 vurulsun 5 üstü x. Bərabərdir 200'dür. Bunu da belə yaza bilərik ki, bu 8 dənə 5 üstü x'in qiyməti 200'ə bərabərdir. Bu 5 üstü x bərabərdir 25'dir. Yəni 5 üstü 2'dir. X'in də qiyməti neçə olur buradan? 2 olduğu aşkar görünür. Növbəti sualda x kubu minus 3x kvadrat üstə gəl 3x minus 1 bölünsün 2x kvadratı minus 2 belə bir ifadə verdilər deyə sadələşdirin. Burada vuruqları ayırmadan istifadə edə bilərik və qruplaşdırmadan istifadə edək. Bax, bununla bunu qruplaşdıra bilərik. Bununla da bunu qruplaşdıraq. Buradan olacaqdır x minus 1, x kvadratı üstə gəl x plus 1. Çıxılsın buradan 3x'i çıxarsaq kənara qalacaqdır x minus 1. Məxrəsdə də 2'ni çıxarsaq qalacaq x minus 1 ilə x plus 1'in hasili. Demək bölünsün. X minus 1'in kvadratı aşağıda da x plus 1 var. Bərabərdir. Buradan x minus 1'i çıxarsaq kənara, qalacaqdır x kvadratı minus 2x plus 1. Məxrəsdə də 2 vurulsun x minus 1, x plus 1 vurulsun x plus 1 bölünsün elə x minus 1'in kvadratı. Və buradan x plus 1'lər ixtisar getdi. X minus 1'dən x minus 1 getdi. Bu ifadə bunun özünü bütöv aparır. Demək onda bizim ifadəmizdə sürətdə 1 qalır. Sürətdə 1 qalıb, məxrəsdə də 2 qalıb. Demək cavab olur 2'də 1, yəni 0,5. Düzgün cavab olmalıdır bu. Açıq tipli suallara keçid edirik. Demək, burada belə bir sual veribdir. Deyir ki, 79-cu sualda akt salında hər sıradakı yerlərin sayı sıraların sayından 8% çoxdur. Təsəvvür edək ki, belə bir akt salımız var. Burada sıralar var və yerlər var. Sıraların sayı sıralardakı yerlərin sayından 8% çoxdur. Düşünək ki, burada sıra var. Burada 8 dənə sıra var. Daha doğrusu 8 yox. X sayda sıra var. Yerlərin də sayı bundan çoxdur. 8%. Onda x üstə gəlir 8 olacaq. Ümumi sayı 384'dür. Ümumi sayı əlbəttə ki, buradakı sahədən söhbət gedir. X vurulsun x üstə gəlsin 8'in qiyməti 384'ə bərabərdirsə, onda biz buradan yazarıq ki, x kvadrat üstə gəlir 8x minus 384 bərabərdir 0 tənliyi taparıq. Buradan da yarım diskriminantdan istifadə edersək, 16 üstə gəlir 384, beləcəkdir bizdə 400. X'in birinci qiyməti əlbəttə ki, bizdə -4 üstə gəlir 20 bölünsün 1 deməkdir. Bu da bizdə eləyəcəkdir 16. X'in ikinci qiyməti də -24 deyil. Əlbəttə ki, -24 sıra ola bilməz. Onda cavab neçə olacaqdır? 16 olacaqdır. Burada da sıraların sayını istəyir. Burada düzgün cavab olmalıdır 16. Biraz yer açaq misallar əldə etmək üçün. Növbəti sual 80-cı sualdır. Sual isə belədir. ABC-də düzbucaqlısında B təpəsindən AC diaqonalına B-in perpendikulyarı çəkilir. Burada düzbucaqdır. Düzbucaq təpəsindən çəkilir əlbəttə ki bu. A-dan M-ə qədər məsafə 9'dur. Burada da yazıblar. Burada da yazıblar 16. Buranı hündürlük götürək. Onda h-ın kvadratı bərabər olmalıdır. 9 vurulsun 16. Yəni 144. Buradan da h bərabərdir 12 olur. Paralelogramda düzbucaqlıda belə bir sahə düsturu var idi ki, S bərabər idi. Diagonal vurulsun HD idi. Yəni diagonala çəkilmiş hündürlüyü hasilin sahəyə bərabərdir. Onda diagonal uzunluğu 25'dir. 25'ə çəkilən hündürlük də 12'dir. Bu da vuranda eləyəcəkdir 300. Demək düzgün cavab burada olmalıdır 300. Növbəti sual. Supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 manat, 10 manat və 20 manat dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur.
Demək 5 manatlıq kupon var, 10 manatlıq kupon var, 20 manatlıq kuponlar var. Toplam bu kuponların sayı nə qədərdir? 28 dənədir. Şərtdə də deyir ki, 20 AZN kuponların sayı 10 AZN kuponların sayından 2 dəfə azdır. Deyək ki, burada x-dirsə, onda buradakı 2x-dir. 5 AZN kuponların sayından 16 ədəd azdır. Onda buradakı 16 ədəd çoxdur. Bu şəkildə. Bunların ümumi cəmi 4x üstə gəlir 16 bərabər 28-dir. Yəni 4x bərabərdir 12-dir, x bərabərdir 3-dür. Yəni o deməkdir ki, 5 manatlıq kuponların sayı 19 ədəddir. 10 manatlıqların sayı 6 ədəddir. 20 manatlıqların sayı da 3 ədəddir. İndi bizə belə bir şərt verir. Deyir ki, müştəri təsadüfən seçdiyi iki zərfdəki 2 zərf seçəcək. Demək, kombinizon 28-dən 2 olacaq. Yəni 28 vurulsun 27 bölünsün 1 vur 2. Burada gedib 14 qalacaq. Bu lezzetdir 14 vurulsun 27. İndi kənarda 14 27-yə vuraq. Görək neçə eləyir. 14 27-yə vurduğumuzda 8 9 8 2. Bunda topladığımızda 8 7 3 378 elədi. 378. Demək, bütün halların sayı 378-dir. Bizə sərf edən hallar hansılardır? Yəni əlverişli hallar hansılardır? Ümumilikdə deyir 30 manat olsun. Əlbəttə ki, mən 5 manatlıq kuponlardan ikisini götürsəm, heç vaxt 30 manat olmayacaq. Və ya da ki, bir dənə 10 manatlıq götürüm, və ya da 2 dənə 10 manatlıq götürüm, bir dənə 5 manatlıq götürüm. Bu da mümkün olmayacaq. Ümumilikdə biz 2 dənə kupon götürməliyik. Və ikisini 5 manatlıq götürsəm 10 manat edir. Birin 10 manatlıq, birin 5 manatlıq götürsəm 15 eləyir. Mən 30 manatlıq kuponu əldə etmək istəyirəmsə, yəni hədiyyə əldə etmək istəyirəmsə, onda ən azı birin 20 götürməliyəm, birin 10 götürməliyəm. 20 manatlığı götürəcəm 3-dən bir dənəsi ilə. Demək, əlverişli halların sayı bizdə olacaqdır onda. Kombinizon 3-dən 1. Digər bir kuponda mən 10 manatlıqdan götürməliyəm. 10 manatlıqda kombinizon 6-dan 1-dir. Bu da 3 vurulsun 6, bizdə eləyəcəkdir 18. Üç vurulsun 6 neçə edəcəkdir? 18 edəcəkdir. Bu zamanda hadisənin ehtimalına görə əlverişli halların sayı, yəni 18-in 378-ə nisbətini axtarırıq. Bu da 18-ə bölünsə 1 buradan, 2 və 1 burada olacaq 21-də 1. Demək, burada düzgün cavab olmalıdır. 21-də 1. Növbəti suala keçid edəcəyik. Bunları silək. Yer məhdudiyyətinə görə bunları silirik. Belə bir sual var 82-ci sualda. ABC üçbucağında AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtəsində toxunur. Mən bunu bu şəkildə bura perpendikulyar çəksəm, bu da perpendikulyardır. Buradan da perpendikulyarlıq var, aydın məsələdir. Bura 40 dərəcədirsə, bura 50 dərəcədir. Aydın məsələdir ki, bura olur 130 dərəcə. Bu 130 dərəcədirsə, demək ki, elə KMC qövsündə dərəcə ölçüsü neçə dərəcədir? 130 dərəcə. Elə bizdən də onu soruşurdu. Cavab olacaq 130 dərəcə. Sadə bir sual idi. Açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360-dır. Tam səthi deyəndə nəyi nəzərdə tutur? 4 dənə yan üzü, bir də oturacağı nəzərdə tutur. Oturacağın sahəsi bizə 100 verib. Onda demək qalır 4 dənə yan üzünə. Demək belə yazaq da 4 dənə S yanın sahəsi 260-dır. Onda bir dənə yan səthinin sahəsini tapıramsa mən 260-ı götürüb 4-ə böldüm. Burada düşəcəkdir neçəsi? 65-i. 65. Bir üzünün sayısını tapmaq üçün nədən istifadə edərik? Əlbəttə ki, üçbucaq formasında olduğu üçün tərəfondur. Bu tərəfə çəkilmiş hündürlükdə var. Demək, 2-də 1 vurulsun, 2-də 1 vurulsun, 10 vurulsun, h bərabərdə 65-dir. Buradan h-ın qiyməti tapılır 13-dür. İndi digər şəkildə baxsaq, artıq bu bizdə 13-dür. Buradakı 5-dir. Çünki hündürlük buranı 5 və 5-də hissəyə bölür. Artıq burada qalır yan til. Yəni bizdə nə adlanır bu yan til? Apofem. Daha doğrusu bizdən apofemi istəyir. Apofem nə idi? Apofem yan üzünün hündürlüyüdür. Yan üzünün hündürlüyü. Yan tilini istəmir daha doğrusu. Bizdən apofemini istəyir. Apofem də yan tilinin hündürlüyü olduğu üçün düzgün cavab neçə olacaqdır? 13 olacaqdır. Düzgün cavab 13'dür. Mən bir anlıq elə bildim ki, yan tilini istəyir. Yan tilini yox, apofemini istəyirmiş. Apofem də ki, yan tilinin hündürlüyüdür. Yan üzünün hündürlüyüdür. Belə deyək.
Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 sm-dən çox olan oğlanların sayını tapın. Əlbəttə ki, burada x ilə y ilə 3x-in cəmi 21-ə bərabər olduğunu deyir. 3x-in cəmi 21-dir. 2y ilə x-in də cəmi 17-dir. İkincini mənfi 3-ə vursaq, y üstəgəlsin 3x bərabərdir 21-ə, mənfi 6y minus 3x bərabərdir mənfi 51-ə, tərəf-tərəfə toplayanda mənfi 5y bərabərdir mənfi 30-dur, y bərabərdir 6-dır. Y 6-dırsa, 3x bərabərdir 15, x də bərabərdir 5-dir. Bizdən soruşur, 170 sm-dən çox olan oğlanların sayı, 170 sm-dən çox olan budur, oğlanların sayı 2y-dir. Onda 2 vurulsun 6 edəcək 12. Burada düzgün cavab olmalıdır, 12. Növbəti suala keçid edəcəyik. Bunun üçün bunları silək. Burada deyir ki, təpə nöqtəsi MN olan A nöqtəsində verilib. X kvadratı minus 8x üstəgəlsin 18 funksiyasının qrafiki göstərir bu. İlk öncə bunu belə yaza bilərik. X kvadratı minus 8x üstəgəlsin 18 yaza bilərik. X kvadratı minus 8x üstəgəl 16 üstəgəl 2 şəklində. Yəni x minus 4-ün kvadratı plus 2 şəklində. Bu bizdə 4-ü göstərir. Bu da 2-ni göstərir. İndi bu qrafiki biz çevirməliyik. Çevirəndə bir dəfə o x oxuna nəzərini çevirəndə bu olacaq mənfi 2. Bunlar şəkli 1 olacaq, üzü aşağıya doğru. O y oxuna nəzərini çevirdiyimizdə bu olur mənfi 4. Qrafikdə olacaqdır bu şəkildə. Koordinat başlanğıcını çevirdiyimizdə isə bu formada bir qrafik alınacaqdır. Qrafiklər bunlardır. Şərtdə deyir ki, funksiyanın qrafiki apsis oxuna nəzərən B nöqtəsinə çevrilir. Demək, buraya yazıram B. Ordinat oxuna nəzərən çevriləndə C nöqtəsi olur. Koordinat başlanğıcını çevriləndə D nöqtəsi olur. Ümumilikdə belə bir şəkil alınır. Baxın, belə bir şəkil alınır. Düzbucaqlı alınır burada. Bir dənə düzbucaqlı alınır. Bu düzbucaqlının da perimetrini soruşur. Buradan bura qədər məsafə 4 olduğu üçün burası 4'dür. Buradan bura qədər məsafəmiz olacaqdır 8. Çünki mənfi 4-dən müsbət 4-ə qədər məsafə 8 edir. Yəni, bir sözlə bizdə belə bir düzbucaqlı alındı. Bu düzbucaqlının tərəfləri 4 ilə 8-ə bərabərdir. Bunda perimetrini istəyir. Perimetrini tapmaq üçün 2 vurulsun 4 üstə gələk 8. Bu da 2 vur 12 bərabər edər 24. Bəli, bu da bugünkü keçirilmiş buraxılış imtahanının sonuncu sualı idi. Hər bir şagirdə uğurlar arzulayıram. Sağ olun.